Aparabilsen, aparabilsen, aparabilsen. Eller var olsun, düşmanları kahrolsun. Duran eller var olsun, Tanrı Türkçe yar olsun. Duran eller var olsun, Duran eller var
bu gözəl, möhtəşəm açılışınıza təşəkkür edirəm. Məclisimizin bu gözəl çağında baxıram qonaqlarımız çoxdur, maşallah olsun, məclis sahibləri işləyir. Yəni mən də istəyirəm ki, açılışa çağıranda mənim bu musiqili meydana dəvət elədiyim hər bir şəxs burada iştirak eləsin. Ona görə də istəyirəm bir dənə də şeir deyək və ondan sonra məclisimizin açılışı üçün ağsaqqallara, ağbirçəklərə, əmrilərə, dayılara, bibilərə və bütün bu məclisdə qohum əqrəbələrə söz verək. Deməli 44 günlük vətən müharibəsində cəbhənin bütün istiqamətlərində ağır döyüşlər gedir. Məhz gözəl xəbərlər gəlir. Gözəl xəbərlərlə gəlməklə yanaşı şəhidlərimiz də olur. Elşən Eloğlu qələmi götürür, yazır və hər bir məclislərdə bu şeiri məndən istəyirlər. Yazır ki, 30 illik dağ var idi sinəmdə. 30 illik dağ var idi sinəmdə. Yağar oldu kürəyində, sinəndə. İndən belə xoşbəxtliklə bir anda bir də belə qanamazsan Qarabağ. Daha bizi qınamazsan Qarabağ. Can verdi yolunda mərd oğulların. Gürür təmizləndi namusum, arın. Ruhu azad oldu xanın Cabbarın. Sən şalar avazısan Qarabağ. Daha bizi qınamazsan Qarabağ. Haqq içində, haqq yolunda düz olduq. Vətən üçün iməhləyən biz olduq. Ey Qarabağa yol çəkənlər biz olduq. Saf süzülən qanımızsan Qarabağ. Daha bizi qınamazsan Qarabağ. Yaşa müəllim, yaşa. İndi düşmən öz hayında can verir. Xarı bülbül azadlığın qeyd edir. Füzulidən türkçülüyə yol gedir. Şöhrətimizsən, şanımızsan Qarabağ. Daha bizi qınamazsan Qarabağ. Elşən yurtdu Ağdamında hər qaya. Qurban olun belə kökə bu soya. Biz şəhidlərimizin qanı ilə, qazilərimizin canı ilə körpü olduq o toya. Təbrizə, İrana, şöhrətimizsən, şanımızsan Qarabağ. Daha bizi qınamazsan Qarabağ. Daha bizi qınamazsan Qarabağ. Allah bir daha şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Məkanları cənnət olsun inşallah. Allah bu qələbəni bizə yaşadıb, özləri yaşamayanlara yenə deyirəm, bir daha rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah veteranlarımıza dəyməsin. Və məclisimizin bu gözəl çağında çox istəyərdim ki, açılış üçün adım çəkdiyim şəxslər musiqili meydana imkan dairəsində buyursun. Məclisimizin ağsaqqalı Baba Teyevi dəvət edirəm. Məclisimizin ağbirçəyi Nənə Fatma xanımı dəvət edirəm. Nənə Hökmə xanımı dəvət edirəm. Dayılar Allah verdi, Qarayağdı, Nicat, Xala Əsmər, Ağsaqqal Qənimət əmi, Tələt əmi, əmilər Elgiz, Şaməddin, Xəyyam, əmilər Yahya, Samiq, Elnur, Musa və bəyimizin atası Elməddin və xanımın da dəvət edirəm açılış üçün. Çox xahiş edirəm imkan dairəsində Teyib əmi Ağsaqqal kimi buyursun və adını çəkdiyim şəxslər musiqili meydana buyursun.